Paşinyan administrasiyası bütün qurumlarda geniş miqyaslı təmizləmə əməliyyatı aparacaq. Ermənistanın Joqovurt nəşrinin verdiyi məlumata görə hədəfin kimlər olacağı hələlik bəlli deyil. Ancaq baş nazirin komanda daxilində təmizləmə aparmaqla bağlı ciddi fikrinin olduğu da deyilir. Buna səbəb isə Paşinyana qarşı daxili təhdidlərin artmasıdır. Xüsusilə hökumətdəki Rusmeyilli qüvvələr hərəkətə keçib ki, bu da hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Bəs Paşinyanın yeni mübarizə üsulları nələrdir? Ermənistanda hazırda hansı inqilabi ssenarilər var? Cavid İmaməliyev araşdırır. Yaxın vaxtlarda Ermənistanın Hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti və hökumət ciddi dəyişikliklər gözləyir. Joqovurt nəşrinin verdiyi məlumata görə Nikol Paşinyan bütün qurumlarda ciddi dəyişikliklər etməyə qərarına gəlib. Bildirilib ki, son həftələrdə dövlət qurumlarında gərgin ab-hava hökm sürür. Qurumların əməkdaşlarına müxtəlif dairələrdən zənglər gəlir ki, sənədlərini qaydasına salsınlar və sürprizlərə hazır olsunlar. Müxtəlif strukturlarda iri miqyaslı yoxlamalar aparılır. Əvvəlki illərlə bağlı hesabatlar və rəsmi yazışmalar da daxil olmaqla çoxsaylı sənədlər tələb olunur. Sənədlər toplanaraq Paşinyana şəxsən təqdim olunur. Hökumət daxilindəki geniş miqyaslı təmizləmə əməliyyatının nə qədər uzağa gedəcəyi və hədəfin kimlər olacağı hələlik bəlli deyil. Paşinyan administrasiyasının indiki məqamda bu tərz addımlar atması isə Ermənistan daxilindəki vəziyyət nəzərə alındıqda başa düşüləndir. Demək olar ki, bütün müxalifət Paşinyanın yenidən hakimiyyətə gəlməməsi üçün əlindən gələni edir. Odur ki, Paşinyanın səhv etmək şansı artıq yoxdur. Baş nazir komanda yoldaşlarının və məmurların işinə nəzarəti artırmaqla mərkəzdən qaçma meyillərinə yol verməmək istəyir. Həmçinin yoxlamalarla müxalifətlə mümkün işbirliyində maraqlı olan şəxslər də oyundan çıxarılır. Hakimiyyətdə olan Nikol Paşinyan hökumətini xalqın əksəriyyəti dəstəkləsə də, ancaq bu demək deyildir ki, o hakimiyyətdə əbədi olacaqdır və müxalif qüvvələr tərəfindən müxtəlif vaxtlarda yenidən aksiyalar və mitinglər keçirilə bilər. Onu da qeyd etmək lazımdır ki, geosiyasi dəyişikliklər fonunda Nikol Paşinyan hökumətinə bu hücumların sayı arta bilər və təbii ki, hökumət bu hücumların qarşısını ala biləcək, yoxsa ala bilməyəcək, təbii ki, bunu zaman göstərəcəkdir. Ancaq təbii ki, daxili siyasi vəziyyətin sabit olmaması Nikol Paşinyan hal-hazırda əleyhinə işləyir və ona qarşı yenidən planlar hazırlana bilər. Paşinyanın növbədənkənar seçkiləri keçirmədən partiya daxilində təmizləmələr həyata keçirməsi Ermənistanda hal-hazırda mövcud olan siyasi mühitlə, xaotik mühitlə əlaqələndiriləcək bir prosesdir. Nəzərə almaq lazımdır ki, baxmayaraq ki, Paşinyan müharibə sonrası növbədənkənar parlament seçkilərində qalib gəlmişdi, ancaq ondan sonraki illərdə onun siyasətinin bir çox istiqamətlərdə fiyaskoya uğraması nəticəsində daxildə müəyyən narazılıqlar formalaşmışdır. Digər tərəfdən Şərqi Avropada vəziyyətin Rusiyanın xeyrinə dəyişməsi də Ermənistan daxilindəki proseslərə təsir edib. Artıq Moskvadan İrəvana xəbərdarlıq mesajları da gəlir. Bu isə müxalifəti bir növ ilhamlandırır. Ekspertlərin fikrincə Moskvanın dəstəyini alan müxalifətin qalib gəlmə ssenarisini nəzərə alan Paşinyan administrasiyası indi Kremllə yaxınlaşmağa çalışır. Amma Rusiya Paşinyan administrasiyasının atdığı addımları heç vaxt bağışlamayacaq. Yəni Ruslar regiona yenidən qayıdır və hədəf Paşinyandır. Hesab edirəm ki, Koçaryan və Sarkisyanın bu qədər aktivləşməsi Ermənistanın daxilindəki proseslərdən daha çox geosiyasi proseslərin regional təsiri ilə qaynaqlanır. Çünki indiyə qədər məsələn Ukrayna müharibəsində görən Rusiya Ermənistanda hansı ki Koçaryan və Sarkisyanın dəstək elədiyi Rusiya Ermənistanda Paşinyan hakimiyyətinə daha çox işləməkdə maraqlı göründü və yaxud da Paşinyan hakimiyyətinin anti-Rusiya addımlarına göz yumurdu. Amma Amerika və Rusiya arasında parlament danışıqlar o gözlənti ortaya çıxardır ki, Rusiya artıq regiona yenidən qayıdacaq və ilk öncə Ermənistanda itirdiyi mövqelərini bərpa etməyə çalışacaq. Görünən odur ki, hazırda Paşinyan administrasiyası çətin vəziyyətdədir. Mütəmadi olaraq qərbə səfərlər edən İrəvan rəhbərliyi Avropadan ümid gözləsə də artıq çox şey üçün gecdir. Ölkə daxilində aparılan təmizləmələr isə əks effekt verə bilər.